qələbə bizim olacaq ki, bu qələbə münasibətləri Premyer Liqaya daha yaxın olacaq. Birinci liqada mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. Çempionatın 21-ci turu iki iddialı klubu Karvan və İmişlini üz-üzə gətirir. Meydan sahibləri doğma azarkeş amilindən də istifadə edərək ən yaxın izləyicisindən bir qədər uzaqlaşmağa hədəfləyir. Qonaqlar isə çətin Yevlax səfərində qələbə qazanaraq ikinci pilliyə yüksəlməyə arzulayır. Çətin bir oyundur. Komandamızdan qələbə gözləyirik. Təmin yox. Bax bu çığıran cəmaatı görürsünüz. Karvanla nəfəs alır. Yəni çox istərik ki, təkrar çıxın Avropaya. Bizim üçün birinci liqada ən çətin səfərlərdən biri Karvan səfəridir. İnşallah yəni bu gün buradan qələbə ilə qayıdacağam inanıram. Qələbə bizim olacaqdır.